Salam əziz dostlar, gəlin bu gün məzəsi bir ərik murabbası bişirək. Gördüyünüz kimi bu murabba şəklini qorumuş və qəvamı yerindədir. Aldığımız ərikləri yuyub, ortadan ikiyə bölüb, çərdəklərini çıxardıb və bir qablamaya qoyuruq. Şəkərimiz birə-bir olmalıdır, yəni 1 kilo əriyə 1 kilo şəkər. Şəkəri artırıb, qapağını qoyub 24 saat gözləyirəm ki, su salsın. Bu 24 saatı yaxçəldə saxlamalıyıq. Su saldıqdan sonra ərikləri seçib yığıb və qalan şirəni ocaq üstə qoyub qaynadırıq. Şirə qəvama gəldikdən sonra ərikləri də artırırıq. Murabba bişərkən köpükləyir. Lütfən köpüklərinə dəyməyin. Soğuduqdan sonra köpüklər yenə şirəyə çevrilir. Murabbamız bişərkən çox qarışdırmayın ki, əriklər əzilməsin və bütün qalsın. Əriklər şirənin canına çatdıqdan sonra çərdəklərini sındırıb qabıqlarını soyumuşam. Bəzək üçün onu da içinə əlavə eləyirəm. 1-2 qaşıq turşlumu suyu da əlavə eləsəniz şəkərək vurmaz. Frizerdə saxlamağı unutmayın. Ləzzətli reseptləri ana dilimizdə öyrənmək istəyənlər peycimə bir baş vursunlar. Sağ olun, məndən yol bir oldunuz. Təşəkkürlər.